istəyirsiniz? Bəlkə bugün də qatar məsələsi həll edək. Əvvəlcə məsələmizlə tanış olaq. Qatarın sürətini saatda 5 km artırmaqla 450 km yolda vaxtda 1 saat qənaət etmişdir. Qatarın ilkin sürəti saatda neçə kilometrdir? Bizə verilib ki, məsafə 450 km-dir. Fizikadan məlumdur ki, məsafə düsturu S bərabərdir V vurulsun T-dir. Bizdə nə sürət məlumdur, nə də zaman. Ona görə elə sürəti V ilə zamanında T ilə işarə edəcəyik. Yəni 450 km bərabərdir V vurulsun T. Daha sonra bizə deyir ki, sürəti saatda 5 km artırılıb. V üzərinə gəlsin 5. Sonra deyir ki, zamanda da 1 saat qənaət olunur. Ona görə zamanda T-dən biri çıxacaq. Yenə məsafə dəyişmədiyi üçün 450-yə bərabər olacaq. Biz bu tənliklə sistemlə həll edəcəyik. Sistemdə tənliklərin sol tərəfi bərabər olduğu üçün avtomatik sağ tərəfi də bərabər olur. Ona görə BT bərabərdir. V üstəgəl 5 vurulsun T çıx 1. Biz mötərizələri vurub açacağıq. Yəni VT bərabərdir. VT çıxılsın V, üzərinə gəlsin 5T çıxılsın 5. VT-lər islah gedir, 0 bərabərdir. Mənfi V üstəgəl 5T çıx 5. Bu da bərabərdir. V bərabərdir 5T çıx 5. Daha sonra bu ifadəni bu düsturda yerinə qoyaq. Yəni 450 bərabərdir 5T çıx 5 vurulsun T. Yenə vurub açacağıq mötərizəni 5T kvadratı çıx 5T çıxılsın 450 bərabərdir 0. Daha sonra bu kvadrat tənliyi həll edəcəyik. Tənliyin sağ və sol tərəfini 5-ə böləcəyik. T kvadrat çıx T çıx 90 bərabərdir 0 tənliyini alacağıq. Tənliyin kökləri 10 və mənfi 9-dur. Zaman mənfi ola bilmədiyi üçün 10 cavabını yalnız seçəcəyik. Yəni T'miz bərabərdir 10. Buradan isə yenə bu tənlikdən biz V-ni tapacağıq. V bərabərdir 450 bölünsün 10. Cavabımız 45. Yəni qatarın ilkin sürəti saatda 45 km-dir.